Doktorun pasteli zaten sənin görünətən pasteldir, şirli pastel. Özüm şir olduğum kimi şir həmişə şirli pastelde yatacağım. Mən yanayım. Xiyarlardan tadı yok, tamı yok. İşte pomidorun ne de onun. Parmi xiyarları. 12 gün vurmayandan sonra kabak dadı vermiş. Sağ olun. Ördekle pişirmemiştim bir kazan. Lal ördek kesmiştim. Qonşum pişirmiş ama tatsız pişirir. Hoşuma gelmedi. Ördeği de çiğdi. Benimkini hiç kim yemek pişiremez. Çok tatlı pişirmem. Çok. Ma kimsə sandıq qoydu. Nə yaxşı. Hey, Husky, mənim gözəl qardaşım. Çox sağ ol. Nə yaxşı qoydun. Takip atın uşaqlar Husky. Sizə görsəniz minlik sandıq qoyubdu. Görünətər sizi çox istəyir. İzləyicilər sandığa gəlsin. Çox gözəl insandır Husky. Allah haqq. Husky mən çoxdan üzün görməsəm də, amma gör nə vaxtdandır. Ha. İldən çoxdur ki, mənim canlıma gəlir gedir. Kringle.
Bu çox sağ ol qaqa. Dur Pərvin, çox sağ ol. Bəni sev datını, bəni sev. Sən ürəksən, ürəyinə qurban sizlərim də, çox sağ ol. Özüm yiyəcəm bu qədər salatı. Kim yersin demə? Nəftin Bakıdadır, maraqlı deyil mənə. Sizlərin də bəzilərinizə ayıb olsun, bəzilərinizdən ki, orada yazırsınız kartların altında ki, qarın davası güdür. Baboşun yeməyi, qapısında toyuqcası, ördəyi çoxdur. Baboş sadəcə dostluq, səmimiyyət istəyir. Baboş kimsənin qapısına qalmayıb. Başa düşdünüz, baboşun ördəyi də var, toyuğu da var, nişkası da var. O sözü yazmanızın heç orada yeri yoxdur. Ki, qarnını güdür. Mənim dostluğum yoxdur. Elə ta ki, bəzilərinin ürəyi mənim kim olaydı. Məndən görən sevgini mən də görmək istəyirəm. Düz deyil, onları gəzirsən canlımda. Git düz deyənlərin canlısına. Hə, Nicat, eşitəm qaqa. Ördəklərin 15'ini şeyləyib, qonşum şeyləyib. Səhər də bəlkə də mingə çörə getdim, bilmirəm. Oo, getirəmədim, xaski. Yox, üzüm elə yox, şaxla, sağalmayın. Yeməyimdən asıldı. Pomidor yeyəndə, şey yeyəndə çıxır. Boş çıxdı. Ay uşaqlar, niyə paxıl olun? Bax, niyə bilib-bilmədən danışırsınız? Nəyin paxıllığını çəkim kimsənizə? Bu, Allah ruzunu verib də ma. Maşınım var. Mənim gözüm yüksəklərdə deyil. Evim var. İndi durum özümü dartım, göylərə qaldırım. Evim var, maşınım var. Qapımda toyuğum düzən var. Tək öz başımayam. Qarışanım yox, eləyənim yox. Heç bir dəqiqə mənim yerimdə olmaq üçün o qədər insanlar, xanımlar, insanlar bir dəqiqə ürək yaxdır ki, Allah kaş baboşun kimi tək olaraq qarışanım, eləyənim olmaz. Amma mən xoşbəxt deyiləm. Ailə istəyirəm, mən ailənin yerini işinə vermirəm. Kimin nəyə paxılığını çəkəcəm ki? Məşhur, primi reytingi. Allah'ın dostu, bu güncə gün gəl deməli kimsələr tərəfindən yıxıq sürülürəmsə, deməli bu reytingdir. Reyting olan insanlar həmişə yıxıq sürüyürlər. Üzərindən prim yığırlar. Reyting desən reyting. Kime paxıllığını çəkəcəm? Ben niyə çəkim paxıllığını? Paxıl sizlərsiniz bəziləriniz. Onun bunun qazancını güdənlər. Bir dəstəkçi hədiyyatan kimi gedib direktinə yazanlar. Paxıl sizlərsiniz, mən yox. Paxıl sizlərsiniz, siz özünüzü deyin ki, bir deyil, öz gözündə çöp axtarmayan, özgəsində axtarır ancaq. Valla kimsənin direktinə yazmamışam. Ki onatma mat. Paxıl yəli insanlardır. Sən özündən nəyini yazır, kim idi o? Sən özün başqasının yaxşılığını, yüksəkliyini. Bəs yaxşı, ay prenses, özümdən başqasını istəmirəmsə, əvvəl bir gündən qoymaram da evimə, kimsəyə prim vermərəm də, reyting vermərəm də, niyə elə danışırsan? Elə pişdiyim olsaydı, elə qoymazdım da evimə. Kimsə prim vermərəm də, canlı kim açanda gəl qabağında oturmaram da, deyərəm, niyə prim verirəm ki, niyə canlılarını qaldırıram ki? Çünki ayıb olsunsa, bilmədən danışırsan. Onsuz da siz bəziləriniz məni istəyən adam deyilsinizsə, məni o pis vaxtında, o cındır ədyalı aranda orada yazıq-yazıq deyirdiniz. Gördünüz ki, hər şeyim oldu. Tanrım bana ruzi verdi, sizlərin sayəsində oldu. Damıram, yaxşı izləyəcəm. Hər şey verdi, başladınız məni sövməyə. Mən həmən ki, babuşamda. Sadəcə ruzini verin Allah. Paxıllıqlarınızda. Allah sizləri də yetsin ki, gözünüz məndən çəkilsin. Hündüşkamız adımı sizə göstərən kimi bəzilərinizə gözünüzdə var. Baxadı qırılıb gedirlər. Niyə qudurmuşam ki? Sən çox səs söz danışırsan. Qudur vələyağını yemişim. Niyə qudurmuşam ki? Nə vaxt evlənirsən? Dəvənin quyruğu yerə deyəndə.
Sen öyrəşmirsən təkliyə. Nicat, sağ ol kaka. Hansı Nicat? Bilməm. Bu ton çox sağ. Təhliyə öyrəşməmişəm. Mən səmimi dostluq istəyirəm. Yaxşı pişirir, ördəyi yaxşı pişirməmişdir. Ay, Əntiqə xanım, buradan mənə baxırsansa, ördəyin sıfır pişirməyi. Allah qəlbinə, xətrinə dəyməsin. Çiğdi hilə. Təzədən çaydan o su tökdüm ki, birisi çoması qızarsın, yansın. Sıfır, sıfır. Çox sağ ol ama yenə də sıfır. Dünən gedim ürəyəm qalxdı. Örgən. Bax, mənlə reseptini örgən. Mənim kimsənin reytingini eşyamım yoxdur. Kimisə danışıb canlı qaldırım. Olanı demişəm, sökütaydı getib burada bağlayacağım. Sağ ol, ay Nicat. Çox sağ ol. Əsəb ola bilərəm, deyə bilərəm. Əsəbləşirəm. Əsəbləşəndə heyl olun mən. Kimdə Əntiqə? Əntiqə. Əntiqə də böyle getdi. Ay brat, Nicat, kol içmirəm qaqa. Çöplü sok içirəm. Yo, həkim deyir ki, kol içmə. Kolacı yararı bilsən nə günə qoyur. Qazlısı deyir içmə. Kökərləm deyir qaqa. Bax, saat 2-nin yarısı, bax, ne yemək yiyirəm. Birazdan qonşunu qovur. Niyə qovuram ki, qonşu mənim bugün kömək eləyir, qonşularım yemək pişirəndə gətirir, mən onlara pay ördək verirəm, gəliş-gedişlərimiz olur. Düzdür, onlar bizə gəlir, amma mən elə çox getmirəm. Elə bir kimsənin evinə gedəndə çox qalanda sıxılıram. Tez naxada evimə qaçmaq istəyirəm. Bilmirəm. İstərik, qəybəli yazıda gedəndə də tez sıxılmayalım, ki, gitsəydi evimizdə işləyirsə. Gəzməyi də sevən adama. Benim biraz gəzim də, 3 günlük dünyadır. Bildiniz uşaqlar, mənim bir sözüm trend olub. Cəmaat karsellərə, Şahdağda, Tufandağda şeylərə bilir, mənim səsimlə video çəkirlər. Deyirəm, qəbri yoldaşlarıma deyəcəm ki, oranı gəzmişəm, buranı gəzmişəm. Hamı ona video çəkir, gəzməyə gedəndə. İndiyənə kimi sözlər trend olur, nərim? Mənim çox sözlərim trend olur, trend. Cəmaat gəlir məndən prim yığır, reyting yığır, bula deyir, onunla bunu danışırsın. Onsuz deyiləsiz də, bir kasır izləyək olsun, evində eşinə olmasın, qabağa geçsin, birinci yazıq pis günlərində ev eşiyrəm olsun, can-can yazasınız. Amma digər, geçsin qabağa, sevilsin, reklamlar bol olsun, tutaq ki, burada TikTok'da qazansın, başlasın söyməyi. Bəziləriniz ait dahamınıza yox, paxıllığınızdan. Paxıllığınızdan. Kütlənin iç yüzünü bəzilərini görmüşəm. Allah haqq, bəzilərini iç yüzünü keçib görmüşəm. Ancaq dedikodu, dava axtaran, qalmaqal olsun, bu ondan danışsın, o bundan danışsın, otursunlar, baxsınlar, tirka versinlər, direklərdə yazsınlar, qızıştırsınlar aranı. Elə. Belə, direkdə yazıb qızıştırsınlar. Bu səndən istifadə elədi, o belə dedi, sonra o danışanda geçsin onların cansına yazsın, ürək qoysun. Bu beləsiniz bəziləriniz. Bax, görsənlər nə dedi, tez vaxt çatlatırsınız. Bax, səndən danışır. Elə ara qızışdırıb, oturub, sonra qıraqdan durur, çəkib qıraqdan durur, baxırsınız. Allah'a şükür. Şükür ediyorum günüme. Allah hakkı.
Yo. Qonşu pişirib bunu. Mən pişirməmişim. Dünən bizdəydi. Yəni çiğ idi də, yəni yaxşı pişirməyib. Yağa qoymur, düşməyə. Başa düşürük, əzizlər. Ördəyi hər adam pişirə bilmir. Deyim biləsiz də yəni. Ördəyi ya, keçəcəm buna. İnən belə çöplü sokulardan çeşim. Baboş bibi salam. Danışsın da ana hayrım. Nəyimlə danışacaq? Ne keşif ediyordu. Sen niye kayıt söz apart getirsen ki? Niye söz apart getirsen ki? Modunu alacağım senin. Nuşicim çok sağ ol. Xaski hoş geldin. Sevərə kömək elədi. Niyə eləmədim ki? Niyə eləmirəm ki? Dostluq nə gündədir? Pis gündəydi, vəziyyətidir, kirəni ödəyəmirdi elədim. Peşman da deyiləm. Ha, xoş olsun. Özüm datdı, izləyicilərim datdı. Özüm datdım, izləyicilərim də. Mənim izləyicilərim gözəl insandır, yox. Gəlib burada niyə yazırsan ki onda onu? Danışırsın da. Mənim onunla münasibətim var, dostluğum var, yoldaşlığım var. Siz mənə yazan ki, qoşun onu. Hayla gələn huyla gedər. Bunu baboş deyib, ilk olanca silveri saxlayayım. Hayla gələn huyla gedər. Unutma. Ördek. Aytadan akşam yemeğimi yiyirəm lan, qurban olun sizə. Bəyək saat 5'də 6 idi. Şey yedim yumurtanı, indi də gecə yemeğim, 2 dəfə yemək yiyirəm də. Ət xoşuma gəlmir, qəşəng pişməyib. Ördeğin kökün kapıdan kəsirəm. Beş 6 dənə 10 dənə lal saxlayacağım. Çoxdur. Yeməyin çatdıramıram. Ördək yeyir, bıraxır, ördək yeyir, bıraxır. Həyat bilsən nə gündədir? Hinə salırsan 2 gün. Deyirsən su yoxdur, qosalmıyor. Gəlirsən ki, bura qədər şey yığılır, suyun içində. Əyağını qoyursan, girir əyağın dizinə gedər. Çünki ördəyin mədəsi yox. Yeyir, bıraxır, yeyir, bıraxır, yeyir, bıraxır. Hara ördək əsası oranı su eləyir. Palçıq su.
O vaxtlar nənəm deyirdi, dedi ay bala yazıqsan, ne edirsən, bir elə çolpanı saxlayıb, xərci borcunu ödəmir, pul da çatdırmaq olmur deyir. Deyirdi, ürəyini sil, get 5 dənəsini bazardan al, qoy ki, kəs gətir buzluğa qoy, bir ye. Nəyə bir yeri gedə bilmirəm, nəyə gəzməyə gedə bilmirəm rahat. Gözüm qalır arxada, görən qonşu yemək verdi. Çok sağ ol. Ha atma mamadan az ses size. O başka yayıncının adını yazanlar var. İmam haqqı mənim yaxşılığımı istəməyənlərdir. Allah'ın olsun. Mənim yaxşılığımı istəməyənlərdir. Mən nə danışıramsa düz danışıram. Heç kimi də qoşmuram. Ma elə belə insanlar yığıb demir. Bax, tek yani ne yapar? Mən uşaq izləmirik burada. Mən elə insanı böyük insanlar izləyir ki, oxumuş, görmüş, savadlı insanlar izləyir. Müəllimələr izləyir, dünya görmüş insanlar izləyir. Elə belə insanlar deyil mən izləyəm. Çok sağ olun, Allah yüreğinizi görebilirsin. Nazlı Hanım pasteli gönderdi. Birini Emine gönder, birini bana. Yazda söze bak değil burnundan gelsin. Adam yemek yiyen ilandı. Su içen de ilan çalmır adama. Olmaz olmaz. Ördek yemeli yiyirəm. Çok sağ olun. Ördek. Eyman doğdu, he. Sıra gün doğdu. İki aydan sonra gelip yeni başlayıp yıkılacak kotenin altına. Bir de gördünüz yine hamile kaldı. Gel doğru verim acı sakla. Öyle bir görmemişti.
Sıvılaştır. Seni tutup asma. Sen de elini kolunu bağlayıp ağzına kaşığı salıp xırtayla kimi salmaq lazımdır ki öyməlisən. Ya da dilinin üstüne bir tane papiros basmalısın. Ki o dilinden qara yara bir də çıxmasın. Ördəyin boynu yekə orucdan ona görə. Para bölmüşəm. Xeyr, bunu sos kimi eləmişik. Sulu, çığırtma. İndi pişib, bax, indi pişib. Əkizlər bürcəyəm. İndi pişib. Özün kesirsən. Yox qadınam, dədənə gətirib verirəm, dədən kesir. Bu boyda da çörək gətirəcəm, bəsim deyil. Çünki qabağımda çox ət qalır. Mən kiləsin onu yəyənmərəm. Mən öyrəşmişəm ki, bir bütöy çörək yedim, deyil. Bir bütöy çörək yedim mən. Allah haqqı, bir bütöy təndir çörəni yedim, durdum ayağa. Nə var mı qurmam? Çörəkdən doymuram. Doymuram çörəkdən. Ha, bırak. Hangi zat? Az elə demez, bəxtəvər deyiləm ha. Tək-tənha insanam, işin olmasın məndən. Allah haqqı. Quran haqqı darıxıram bütün gün evdə tək qalmaqdan. Yaxşı ki bu seriallar var, başımı qatır. Elə demez. Klonu. Yo, çok buz kimi de. Buz kimi nədir? Ölçüb yumuşaq da. Körpür dəkdir. Çox sağ ol, Hamidov. Allah qüvvətdir.
Lip yumuşaq da. Ördəkdən iyi gəlir ki, mənim ördəklərim təmiz ördəklərdir. Niyə iyi gəlsin ki? Çimər gün ördəklər. Allah iyi gelmiş. İyi getirme gelmeli. Burası değil niye geldim? Siz ağız tadınız çolpa ürkeçif, hindişli ürkeçif. Ağız tadınız onu ürkeçif ona göre. Ağzınızın tadını bilmirsiniz. Pis. 2-3 tane var qara tükü qalıb deyə. Prosta ördəyi çətin deyil olmaq. Körpü ördəyi olmaq çətindir, tük qalır içində. Dərisinin altında tük olur. Deyib çıxartdım, 3 tane tükü var idi. Qara. Aman ki, mən bunun dərisini yeməsəm ölərəm. Dərisi qəşəkdir. Ne qaldı ki, tərtəmiz elədim. Bunu mən yolmamışam, apardım şeyə, nədir onun adı? Apardım bazarda yol tutdum. Mən çətin deyil körpürdə yolmaq. Öpürəm, qakamsan, xaski. Kəsik xaldan, xoşdum onu. Mən nənəm kimiyəm. Xadilikdə 10 gün ət qaldı, onu yeyəmirəm. Elə biləm dadını dəyişir. Mən elə bir büyün kəsdim, heyvanda da eləməyi. Mal əti deyirəm, dönəndən qalmayıb ki, qəssaba deyirəm. Deyir, yox, büyün kəsilsin, büyün ciyar da elə. Nə qədər olmasa 10 gün qalsa, bir həftə qalsa, biraz baxsan dadını dəyişir. Mən eləyəm. Şükür Allah, sən ac qarınlarda dursan olmayanlara da ver. Sən kasıblara da ver, yesin. Gəliləndə verirəm mən. Olanı mən bölüşməyi xoşlayıram. Mən qaldı yemək yeməyi, mən canlıda yemək yeməyi sevirəm. Səbəbini də soruşun ki, niyə? Çünki mən tək tənha yaşayan insanım. Tək qalıram, ürəyim sıxılır. Ona görə tək yəndə ləzzət eləmir. Ya yanımda kimsə olsun canlaşmayım, söhbət eləyim onu. Yoxsa belə onu da xoşlamıram elə yeməyi. Elə bilirsiniz, mən sizə acıq zad verirəm, yox Allah'ın olsun. Ömür bu. Rus kızı hanım, Rus kızı səmimi kızı. Ham mənlikdir, çox kızı qoşma. PK ilə sevgili şeyi danışma. Səndən sonra deyir, o kıza baxdıq, deyir, boşan oynadım, yaymım qalxdı. Neyimsən deyir, öz millət insan olub ki, deyir. Mən dedim, sadəcə ki, qəşək qızdır da. Mənim izləyicilərim məni sonradan yığır. Bir 15 dənə müəllimə izləyicilərim var. Hörmətli izləyicilərim yığır, məni başa salır. Allah haqqı yığır, məni başa salır. Deyirəm, yaxşı. Deyir o qız, istəmir səni. Sağ gələsi deyir.
yaratımda. Şükür olsun. Geçek yedim Allah'ım ya versin. Allah'ım ya versin. Kaburgası kabuğuna giyenlerim. Sahide koyun geçek izletiler. Onun üstüne bir geçek olmalı sahip. Tamam. Az o yerine ben oynamadım Rus kızı. Kötüdür senin görüm sandık. Kaski Allah senin yüreğine göre versin kaka. Sen sevebilmedin. Sevginin olduğunu bilmemiş sevimde. Şimdi gelin səmimi söhbətlər eləyək. Siz mənə qəşəng suallar verin, mən də sizi cavablayacağım. Niyə elə deyirsən ki, nə saxtakarlığımı görmüsən ki, mən pasteli göstər açmamışam, evdən zinkin verib sonra üzüm başım pisdir, səhər üzüm zadımı qırxım edeyim. Səhər üzüm zadımı qırxım edeyim ondan sonra. Xeyr, o itin balasının yiyəsi var artıq. Səndən qabaq söz demişəm, gec qalmışsan. Furkan'la ulaş canlıdan. Ne yapıyor? Şu salam olsun. Bəli. Bəli. Bəli, bəli. Ne var ne yok? Sanatı izliyorum sizi. Ne dersen? Bakıdan ben gelirim. Hə. Nedesin? Fine. Yaxşı. Yaşsan mı? Yaşsan. Daha çok istiyorum ay baboş. Çox sağ ol. Allah da sizi istəsin. Sen üzünden nur var. Nur. Her geçen düzgün. Sen çok istiyorum. Her adam sen kim olabilir? Buradan doğrusu. Sen çok istiyorum. Zahmetli şahsan sen. Çox sağ ol. Çok Çox sağ ol. zahmetli. Zahmetli. O toyuqlara, ürəklərə baxırsan, yiyirsən ha. Zəhmətinlə. Bundan tökürlər o saatda ki, yeyirsən. Çok zəhmətli uşaqsan sən. Allah sana onu rəhmət eləsin. Yayını necə düşüb? Yaxşı olub düşüb yayımım. O, ara vuran söz aparıb gətirənlərdənsə mənim yayımımda olmamalı ondan yaxşıdır. Yaxşı olub düşüb. Baboş TikTok'u ömrü tutub, əbədi gedəsi dölüydü ha. Hər aşıqın bir dövran var. Bunu il boyu deyib Baboşun özü. 3700 insana adam demirlər bunlar. Bunlar özü çalınacaqda da 5000, 7000, 10.000 olur.
paxıl şeylərsiniz. Bəziləriniz. Paxıllar. Ona görə də Allah sizə vermiş. Qarnına bax, yaxşı eləyəm, izləyicilərimi, sevən izləyicilərimi çörəyini yemişəm. Onların puludur, bax, papa. Onların çörəyini yemişəm və hər gün də alqış edirəm ki, onların səbəbinə mən olmuşam. Onların çörəyidir. Bax, qarnımda onların puluna yiyəcəkmişəm. Ona görə Allah getirir. Bəli. Allah çıxardı da onlar qabağıma. O paxıl insanlardır. Allah getirir. Allah bölümdən bitirək. Canım düşür. Yaxşı oldu düşür. Allahla danışsınlar. Bəndə kimdir ki? Çörək verən Allahdır. Bəli. Yaxşı oldu düşür. Dostlarımızı can kesin adam öldürərlər. İkin də balalardı. Dünən baxdı. Gördüm ki, ikin də balalardı. 2 dənə bala olur. Çox sağ ol. Mümkün. Bırak, növrəni ver də ma. Nicat yazır. Hə, yaxşı, ay Burat, verərəm. Yazarsan direktə qaqa. Takip etdim səni Nicat. Allah bir ön sahib gözəl qız qismət eləsin. Ay xala, tapa bilmirəm, qadan alım, tapamıram. Valla ben de bir oğlum var, 100 seçti. Benim oğlumda da tapa bilmeyeceğim oğlum sesiyle. Kız çok diye, burası temiz kız yok. Aşağı 130 kiloyam. İndi çəkməmişəm, bəlkə də arıqlamış ola bilərəm. Sizdə Xəngələ işinə getdim, Bakıda bir neçə ay bundan qabaq. 130 kilo gəldim. Olsun da. Olsun oğlu ne daklı var, Türk oğlu var olsun. Ay, necə baxmadı kökəm. Mən demirəm mən arıqam, kökəm. Kökəm, hə, mən demirəm ha, inşallah yaxşı olar. Allah sana büyük bir kısmet edildi. Allah sana elini boş versen. Sen de bir... Qolum niyə cırıq-cırıqdır? Mən sizə deyim, pişik eləyir. Pişik temizləyəndə dırnaq uzun olur. Həmişə dartır, qolumu cırır deyə ya, izi qalır o saat. Pişik eləyir də, mənim qolum yoxsa niyə cırıq-cırıq olsun ki? Yo, Maviş, qorxuram mədə kiçiltmədən. Cavan adamam sən Allah, ölüb getmək istəmirəm. Deyirlər mədə kiçiltməyində xəstəlik tapırsan. Yo, eləməm. Mədə kiçiltməyəm. Nə də çörək, bir bütöv çörək getdi. Bax xanım, 2 dəfə yemək yeyirəm də, bir bütöv çörək getdi. Bir bütöv gecənin özü saat 3 işləmiş. Ne yiyirsən ki, çörəksiz yiyir. Olmur da, onu da doymuram, çörəksiz doymuram. Kəftarsa. Yaxşı olub, Allah hamıya qismət eləsin kəftar olmağa. Niyə beləsiniz ki, izləyicilər? Niyə də niyə? Səbəb nədir? Niyə də niyə beləsiniz ki? Bax, belə onları yazanda əlinizə nə keçir? Biri nə biləm, bunu yazanda nə keçir? Bir gəl yazır canlan düşüb, bir gəl yazır öldüm. Nə keçir əlinizə? Bir onu birini deyin görüm yana. Mən sizdən ağarmışam. Öz zəhmətimin bəhrəsidir də pişirib yeyirəm. Canlım düşür. Canlım düşmür. Canlım o birisinin canlısına gedib hamısı. Nol85 düşməyib, o birisinin canlısındadır. Hamısı gedib ora. Niyə qoşuluram ki ora? Mən özümə hörmət eləyən yayıncılardanam. Bəli, həzir. Burada məni sevənlərdir. Yox, söyüş yazanlar da var. Baboş bir dənədir. Baboş ürəyim. Maraqlıdır, söhbət eləyir. Xeyr, onun söhbəti söhbət deyil. Bir dənədir, bir dənə. Allah səndən gözəl üstünə dənədir. Ürəyimə görə, qəlbimə görə deyildir. Yox, o birisinin canlısı. Hədə onu deyirəm, orada da hamısı. Mənim dizləyicilərim oradadır. Çox sağ ol xanım, zənginiz üçün öpürəm, yaxşı ki varsınız. Məni izlədiyiniz üçün ayrıca təşəkkür edirəm. Çox sağ olun. Sağ ol, çox sağ ol. Oradaydım. Niyə gözdən düşürəm ki, ay qadan alım, niyə? Sənin sözümü deyənmərsən. Başa düşürsən, gözdən düşmək üçün ağarmışam.
Peki, niyə eləmişəm? Yox, kraliçə, bəy yaxşı gözlə düşmüşəm ki, nəyəsə sən onda canlımda. Bir 11 cavabın mənə ver. Yox, gözlə düşmək üçün ağarmışam. Qoşmuram ona görə kimsə. Köhnəldir. Bəlkə hamısı elə qalır da, qadan alım. Əbədi, əbədi kim qalır ki? Hamı düşür də, hamı düşür də. Özə niyə düşmüşəm ki, 3600 3 işləmiş, gecə saat 3 işləmiş adam var. Niyə düşürəm? Öyle. Fuat, çox sağ ol. Niyə vəfasızam ki? Heç kimdən yola getmirsən. Niyə getmirəm ki? Niyə yola getmirəm ki? Qonşum yanımda, Eldəniz yanımda. Niyə? Özünü kişi kimi apara bilmirsən? Tıçıçılı. Emin Salçuri. Emin mənim uşaqlıq dostumdur. Siz bizim aramıza girməyin. Allah şükür. Olsun da Dolunay 20.000'di. Dolunay yazır. Olsun da 20.000. Gözüm aydın. Məndə dolub da o. Olsun da. Mən ki onun kimi danışmıram. Xoşduysan ged ora. Məni sevən belə sevir. Git orada, ben seni burada tutup saklamamışam ay kız. Git otur oraya bak, o yüzden git. Örde yalan yığır. Bəli xanım. Alo. Bəli. Sabah Olsun da. Hə, qoy danış, yox. Sabah yox. Hə. Bəlkə sabah mənim işim çıxır. İndi bilmirəm də danışarsan nömrəmi bilirsən. Mən zəng gələm, qoçum sən axı telefonuma da özüm bir zəng gələm. Ya. Deyim, 5 dənə istəyirəm özdə. Yaxşı. Hə, yazanlar izləyicilərim deyil. Hə, bildim. Bildim Matan. Yaxşı oldu. Danışarım. Sağ olsun. Çox sağ ol. Bildim ay Matan, düz deyirsən. O yazan mənim izləyicilərim deyil. Qürət olsunlar onlar buradan. Yazı çox yana şitənlilər tayda. Bəs mənim izləyicilərim deyir, kör qalmışlar, geçin onlar onun canlısına da. Mən bura nəyə gəldi onda? Çox sağ olun. Mən tərbiyəsiz deyiləm uşaqlar. Bunu siz qəşəng bilirsiniz. Nə də əxlaqsız yayın aparmıram. Nə tərbiyəsizliyi, nə də əxlaqsızlığı nümayiş etdirmirəm. Başa düşdüm. Kim nədir, nə deyil, nə aparır, özü bilər, öz həyatıdır. Mənim yayınım göz qabağındadır. Çox sağ ol. Sən donuz kimi yaxşı eləyirəm, yeyirəm, yeyən adamam. Əcəb eləyirəm. Baba şürək, çox sağ ol Dolunay. Bəyək belə yazırdın, indi belə yazırsan.
Bir qərar ver. Ancaq özünü düşünürsən. Ben özümü düşünməliyəm də. Bir dəqiqə uşağım olanda uşağımı düşünəcəm. Arvadım olanda arvadımı fikirləşəcəm. İndi hal-hazırda tək olduğuma görə özümü düşünürəm. Bir də izləyicilərimi açıram ki, izləyicilərimizdən darıxmış. Mən olsa həvəsdən ölmüşəm elə çox. Qabaqki kimi canlıya həvəsim yoxdur. Açıram ki, səhifəm ölməsin. Niyə təksən ki, Allahın nə bilim, qismət beləymiş tək olmuşam. Qismət beləymiş tək olmuşam. Sən öz dediyin özün inansın. Niyə inanmıram ki? Niyəsin bir dənə ki, yalanımı tutmuşsunuz? Bir kasıbə əl tutmuşsan. Mən əl tutmuram, sən tut. Çox sağ ol. Qardaşım var ya, amma yox kimi bir şeydir. Yox, anam rəhmətə gedib 2000-ci ildə. 26 ildir. Dildə hasad gəlir 26 il. Elə gözəl anam var idi ki, qaş saç belə gür, qafqara, ağabbaq. Mən də onu oxşamışam, onu oxşadığım üçün də çox şanslıyam. Heyf, cavan yaşda getdi. El kiramı qoş istəmirəm onu. Xoşlamıram. Xeyr, mənim izləyicilərim mənim səmimi olduğuma görə məni sevirlər. Heç vaxt özümü dartmamışam, heç vaxt. Sən çox səhv danışırsan. Nur içində yatsın. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Sən də azdı onu, o təzadax ona görə. Mən 4 ildir TikTok'dayım. Siz orasını 2 ay keçəndən sonra baxın. Mənə da qabaqlarda gəlib yazırdınız hamınız. Hamınızın payını vermişəm, bəzilərinizin, hamınızı yox, məni sevən izləyəcək. Gəlirdiniz, yazırdınız ki, məhəbbət 15 mindir, sən də 3 mindir. Biraz keçdi, sonrasına baxarıq. O gəlib yazanlar var ya, bizə cavablarınızı elə qəşəng verəcəm ki. Yox, az 15 yaş nədir? Anam ölən də niyə 15 yaşım olsun? 15 yaş bir şey nə boydadır? Bu balacaydım, 8-9 yaşım var idi. Niyə paxıllıq edirəm ki? Paxıl sizsiniz. Qardaşımın evindən olur ki, varıdır. Paxıllıq niyə edirəm ki? Allah hamının ruzisini verir. Allah həmini bir şəkildə dolandır. Allah hamının ruzisini versin. Mən də onun içində, Allah hamıya versin, mən də onun içində. Ölmüşsən, yaxşı eləmişəm, ölmüşəm. Ölmüşəm, nə əzirsən burada, git başqasının tanrısına. Sən öləndə tək öləsən, yaxşı öləcəm. Sən tüt öl. Hara geçirər, gələcəklərə gir burada. Tamam. Herkes tek ölür de. Yazdığı sual var ha. Bamlışı okumuş sabahsız şeydi. Bu senden istifade edilir ama. Yine bir baboşu tanıyan var. Bir baboşun adı gəlib keçib. Bir baboşu elə belə insanlar müzakirə eləməyib. Yine bir danışır, prim yığıb. Bir siz bir çıxın ortalığa görək. Bir baboş bir həyatda var, bir TikTok'da var bir yenə. Bir yenə bir 3000'de olsa, 4000'de olsa bir izləyir. Bir siz bir canlıçı görək. Bir siz bir adınız var, bir həyatda yoxsa yox. Ay ona bunu Allah eləyənlər. Baboş TikTok'a girib mədəniyyətindən, tərbiyəsindən hamının dilindədir ki, bir dəfə baboşun pis sözünün, səhv hərəkətini görməmişik, tərbiyəsizliyin görməmişik. Hər kəsin bu xanımların da, kişilərin də dilindədir. Yine bir baboş çıxıb, yine bir baboş TikTok'a girib özünə bir gün ağlayıb.
Bir ev eşini düzəldib, evin için düzəldib, həyatın navesini düzəldib, toyuqlarının yerini tikibdi, səhər orada bir cüzə saxlayıb, böyüdü, sata bilər. Bir baba sözünə günahlayıb. Bir o həyatda olmayanlar, o malaq eləyənlər ölmüsə, bir siz çıxın ortalığa bir baxaq görək. Bir baba bir göz qabağındadır. Bir siz çıxın ortalığa bir baxaq görək. Olaq eləyənlər, bir görək siz kimsiniz yaxşı. Bir baboşun şəraiti də göz qabağındadır, evi də göz qabağındadır, həyəti bacası da, evinin içi də, hamısı göz qabağındadır. Bir özünə günahladı. TikTok əbədi deyil ki, hamı ölür gedir də. İnsan düşər də, qalxar da. Yəni zato ağıllı oldu, pulunu dağıtmadı, nətər deyərlər, pulunu dağıtmadı, səfək-süfək yerlərə xərcləmədi, evinə xərclədi. Pis deyirəm, sizin sayənizdə olub. Dağıtmadı, evin işinə xərclədi. Maşında var, bəli. Nə bir şey olsun, yedim də, evdə yedim. Deyəcək istifadə edəsin, al deyik. Mən hansısa bir dəstəkçi obyekt olub, mənə gəlib hədiyyə çıxsa, mən də onu reklam eləmişəm. Mənim bu qara qaşıma, qara gözümə vurulub atmayıb. Qarşılıqsız heç nə yoxdur. Hansısa obyekt gəlib mənə hədiyyə çıxsa, yalan deyirəmsə, deyirəm, mən də reklamını eləmişəm, tanıtmışam. İndi kəs səsini otur orada. O məndən istifadə etsə, mən də ondan eləmişəm. Əsas orada ki, heç kimə yazmamışım ki, mənə hədiyyət. Başına maraqsızdı peykalarım. Hoşuma gelmiş. Alo. Alo. Bəli. Bak bu Duygu Hanım kimdi? Buna bir isteği yaptım. Görək kimdi bu?